Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibine tahirin. Ve la'nut daim ala a'daihim ecma'in. Minel an ila liqa'i yevmiddin. Rabbi şirah li sadri ve yessir li emri. Ve hlul uqdeten min lisani yefqahu qavli. Artıq mübarək Ramazan ayının astanasındayıq. Allaha çox şükür ki, Allah bu ildə və bu yaşımızda bu mübarək ayı gözləməyi bizə lütf eləyir. Və Allahın sonsuz mərhəmətidir, Allahın sonsuz məğfirətinin nəticəsidir ki, bəndələrinə olan son dərəcə sevgisidir ki, bu ayda bizə oruç tutmağı lütf eləyir və keçən illərdə də lütf eləyib oruç tutmuşuq. Allah bu ayda kim xəstədirsə, oruç tuta bilmirsə, bədəndə hər hansı bir orqanizmdə narahatçılığı varsa, Allah oruç tutanlara həsrət çəkirsə, Allah onlardan bu həsrəti oruç tutanların səvabına bərabər bir qəbul olunmuş əməl kimi qəbul eləsin inşallah. Və Allahdan istəyirəm ki, Allah ömrümüzün sonuna qədər hər il mübarək Ramazan ayında oruç tutmağı hər birimizə nəsib eləsin. Allah bu ayın mərhəmətini, bu ayın bərəkətini anlamaqda bizə lütf eləsin. Bu lütfi, mərhəməti bizdən heç vaxt uzaq salmasın inşallah. Mübarək Ramazan ayının gəlişi ilə bağlı bir neçə cümlə deyim. Ondan sonra inşallah yavaş-yavaş mövzumuza keçək. İnsanlara Allahın sevgisi buradan bəlli olur ki, əgər hər kəs istəsə, axtarsın, görsün ki, Allah bizi sevir və hansı həddə sevir, iki şeyə baxsa kifayət edir, iki dəyərə baxsa kifayət edir. Birinci dəyər budur ki, baxsın, görsün ki, Allah bu ümmət üçün necə bir peyğəmbər göndərib. Sonuncu peyğəmbərə baxsa, sonuncu peyğəmbərin ümməti olan sevgisinə, mərhəmətinə baxsa, insan anlayacaq ki, Allah məni nə qədər sevir və bu cür bir şəxsi, bu cür mərhəmət dolu bir şəxsi dünyanın ləyaqəti yoxdur peyğəmbəri saxlamağa, amma bu peyğəmbəri Allah mənim hidayətim üçün, mənim xilas olmağım üçün bu dünyaya göndərib. Bir, buna baxsa kifayət edir. İki, Allah istəsə, insan istəsə ki, bilsin, Allah günahkarları bağışlamaq niyyətindədir və yaxud cəzalandırmaq niyyətində. Allah hansı niyyətdədir günahkarlara nisbətdə, günah eləyənlərə nisbətdə? Ramazan ayına baxsa kifayət edir ki, əminliklə deyə bilsin hər hansı bir günahkar ki, Allah məni bağışlamaq niyyətindədir, cəzalandırmaq yox. Çünki mübarək Ramazan ayının, Peyğəmbərin Şəban ayının sonuncu cüməsində Ramazan haqqında, Ramazan ayı haqqında danışdığı cümlələr elə cümlələrdir ki, bəzən insan elə bilir ki, belə deyil, amma elə hiss edir insan, sanki Allah demək istəyir bizə ki, heç bir yaxşı iş görməyin, bir dənə oruç tutun və sadəcə pis iş görməyin, mən sizə bağışlayıram. Allah sanki insandan, mələkdən qəbul etdiyi halı qəbul edir. Bir oruç tutandan xüsusi olaraq. Ona görə buyurur ki, bu ayda nəfəsləriniz zikirdir. Nəfəs alıb verirsiniz, bu zikirdir. Eyni zamanda bu ayda yatmağınız ibadətdir. Oruç halında yatıb, məlumdur ki, insan acsız olanda taqətsizləşir və bu taqətsizlikdən əgər istirahət edirsə, yatırsa, buradan bunu da əgər Allah insan üçün ibadət qərar verirsə, ibadət hesab edirsə, buradan bəlli olur ki, deməli, Allah belə deyir, rəhmətini qabağa verib, rəhmətini irəli verib, sanki belə deyir, bağışlamaq istəyirəm, Allahım haqqımdır. Bağışlamaq istəyirəm. Baxırsan ki, başqa necə izah eləyəsən? Yəni, bu ayda belədir. Ona görə Peyğəmbər buyurur ki, çox gözəl hədisdir. Mənim ən xoşladığım hədisdir bu hədis. Çox xoşladığım hədisdir. Peyğəmbər buyurur ki, ən bədbəxt adam o adamdır ki, Ramazan ayında bağışlatdıra bilmədi özünü. Çox möhtəşəm hədisdir. Yəni, bu hədis qədər insana ümid verən
Ramazan ayına daxil olacaq insana ümid verən ikinci bir hədis yoxdur. Yəni, demək istəyir Peyğəmbər ki, yəni, bu ayda bilsən kimlər bağışlanıb, bilsən kimləri bağışlayıblar bu ayda, insanın danışmağa dil olmaz. Bu ayda bağışlatdıra bilməyən, bir insan özünü bağışlatdıra bilmirsə, ən bədbəxt insan o insandır. Və buyurur ki, əgər bu ayda İmam Sadiq əleyhissalam buyurur ki, mübarək Ramazan ayında kim bağışlanmasa əgər, özünü bağışlatdıra bilməsə, mübarək Ramazan ayında, onun bağışlanmaq üçün fürsəti bir də qaldı Ərəfə çölünə. Ki, hac vaxtı Ərəfə çölünə gedir hacılar, orada Peyğəmbərlərin duaları olub, tövbələr olub, xüsusi olaraq Adəm əleyhissalamın, bir də qaldı Ərəfə çölünə. Təsəvvür edin ki, bu ayın rəhməti o qədər böyüdür ki, o qədər gözəldir, o qədər bağışlatdıra biləcək dərəcədədir ki, İmam Sadiq buyurur ki, bundan keçdinsə başqa cür bağışlana bilməyəcəksən. Yəni, burada itirdinsə başqa heç nə ilə qazana bilməyəcəksən. Təsəvvür edin. Yəni, ona görə İmam Sadiq bu hədisi ona görə buyurur ki, Ramazan ayı elə bir aydır ki, yəni belə deyək, bunun qədrin bilmədinsə, rəhmət qapıva gəlmişdir. Bunun qədrin bilmədinsə, sən axtarıb da o rəhməti tapa bilməyəcəksən. Bu bir fürsətdir ki, bu fürsət həmişə ələ gəlmir. O nəyə bənzəyir bu? Görürsən, insan uşaq olarkən valideynindən nəsə icazə almaq istəyəndə, neyinsə icazəsini almaq istəyəndə adi vaxtlar alamır. Bəzən görür ki, valideyninin, atasının və yaxud anasının halı çox xoşdur. Keyfi çox yaxşıdır. Onun şadlığından, keyfinin yaxşı olmağından ən yaxşı şəkildə istifadə edir. Gəlir, neçə gün, neçə həftə ala bilmədiyi icazəni burada ala bilir. Yəni, burada Allah, deyərsiniz ki, Allah başqa aylarda mehriban deyil. Allah bütün aylarda, bütün günlərdə mehribandır. Sadəcə buradakı mehribanlığını, oradakı mehribanlığa sən gedib çatmalısan. Oradakı rəhmətə sən gedib çatmalısan. Burada isə Ramazan ayında özü gəlib sənin qapını döyür. Ona görə Peyğəmbər buyurmur ki, Ramazan ayına doğru gedirsiniz. Peyğəmbər buyurur ki, Ramazan ayı sizə doğru gəlir. Ramazan ayı sizə doğru hərəkət eləməkdədir. Ya belə deyək də, səyyar təcili yardımdır. Səyyar köməyə gələn. Ramazan ayı belədir. Səyyar mərhəmət, belə deyək, mexanizmidir. Gəzir bir-bir qapıları. Fürsət gəzir Allah ki, bir dənə bu ay oruç tutsun. Bircə bu ay oruç tutsun. Fikir verirsiniz, bu ayın özəlliyi həm də ondadır ki, bu ayda hamı özünü rahat hiss edir. Hamı özünü rahat hiss edir. Deyirsiniz ki, bu ayda günah eləyən, səhv eləyən yoxdur və yaxud da biz özümüz, başqalarında işimiz olmasın. Elə biz inazlı bir cəmiyyət, bunlar səhv eləmirlər. Bu ayda nədirsə, Allah bu səhvləri görmək istəmir sanki. Allah bu səhvlərə baxmaq istəmir. Bu ayda nədirsə. İnsana bir güc verir, insana bir mənəvi güc verir ki, belə deyək də, həmişə Allah deyirdi, məni köməyə çağır, kömək eləyim. Bu ayda özü deyir ki, gəlmişəm kömək eləyim. Yəni, çağırsan da, çağırmasan da gəlmişəm. Həmişə sən çağırmalıydın ki, kömək eləyim. Bu ayda da özüm gəlmişəm kömək eləyim. Yəni, istəsən də, istəməsən də gəlmişəm kömək eləməyə. O, bəzən görürsən, insan ki, qaçır, valideynindən qaçır, atasından qaçır, ya anasından qaçır, ya bir ona düzgün məsləhət verən dostdan qaçır, onun üçün ürək yandıran dostdan qaçır. Burada onu çox sevən dostu, qardaşı və yaxud da valideyni dəhşət çox sevir, onun qaçmaqlarına, etirazlarına, üsyanlarına baxmır. Burada baxmayaraq ki, bu ondan qaçır. Belə bir dost qaçır ardıca ki, deyir, eybi yox da sən mənə düşmən də olsan, mən maksimum çalışacağım ki, sən bu ziyana düşməyəsən. İstəyirsən söy məni. Belə dostlar var da həyatda. Deyir, istəyirsən söy məni. İstəyirsən məndən acığın gəlsin. İstəyirsən məni görmək istəmə. Amma mən deyirəm, mən qoymayacağım, sən bu ziyana düşəsən. Sanki burada Allah deyir, istəyirsən məndən razı qal. İstəyirsən məndən razı qalma. Nə edirsən elə? Bu ayda mən əl çəkən də öyrəm. Sənə bağışlamasam əl çəkən də öyrəm. İndi biraz diqqət tələb edir ki, insan orada bağışlanmağı istəsin. Ona görə çox möhtəşəm bir aya daxil oluruq. Belə deyək də, bu ayın üz qabığında görsənən orucdur. Amma bu ayın həqiqəti mərhəmətdir.
Həqiqəti bundan ibarətdir. Və həm istəyir insana Allah həmişə özünü güclü təqdim edib, istəyir ki, indi insanın özünün gücünü ona bildirsin, bəyan eləsin ki, sən güclüsən. İstəmir insan bu məntiqlə yaşasın ki, mən neyisə bacarmıram. İstəmir bəndəsi bu məntiqlə yaşasın. İstəyir bəndəsini belə yaşasın ki, sən hər şeyi sənin üçün qoyulmuş məsuliyyət çərçivəsində sən hər şeyi bacara bilən adamsan. Mən səni çox bacarıqlı yaratmışam. İstəyir bunu başa salsın. Ona görə ondan tələb edir ki, yemək yemə, su içmə, müəyyən halal işlər ki, sənə halal idi, bunlara halal eləmişdim. İndi deyirəm, gəl eləmə, bunları eləmə. Deyirlər, Musa Peyğəmbər 30 gün oruç tutur. Allah buyurur ki, 30 gün oruç tut, Quranda ayəsində. 30 gün Musa Peyğəmbər oruç tutur, çünki Allahla danışmağa hazırlaşır. Allahla danışığa hazırlaşır. Gələcək Kəlimullah məqamına. Allah bir məqam verəcək, Quran-ı Kərimdə çox gözəl bir dənə, çox gözəl ayəsi var. Musa Peyğəmbərə buyurur ki, mən səni özüm üçün hazırlayıram. Allah adama desin ki, hamımıza bu söz deyir əslində. Hamımıza bu söz deyir. Mən səni özüm üçün hazırlayıram. İstəmirəm səni başqalarına verim. Çünki heç kim sənin qədri bilənməz. Musa Peyğəmbərə də buyurur ki, 30 gün Musa Peyğəmbər oruç tutur. Və adnə Musa səlasinə neylə? Musa ilə 30 gün əhd elədik. Sonra buyurur ki, fəətməmnaha bi'əşr. Sonra 10 günlə onu tamamladıq. Deyir, Musa Peyğəmbər, mən bir rəvayətdə oxumuşam, deyir, Musa Peyğəmbər 30-cu gün gələndə bir şeydən xoşu gəldi. Bir bitki idi, yeməli bir bitki idi, ondan xoşu gəldi. Deyir, o xoşu gəldiyinə görə, diqqət edin, çox mühüm nöqtədir. Xoşu gəldiyinə görə ondan götürdü, yedi. Yemədən getməli idi ora. Deyir, ondan götürdü, yedi. Bu, belə deyim də, bu Ramazan ayının orucu kimi olan məsələ deyil də, bu tam başqa bir proqram idi. Deyir, ondan götürdü, yedi, gəldi Allahla danışmağa, vəhiy gəldi ona ki, ya Musa, hələ ora qalıb. Ağzından xoşuma gəlməyən iyi gəlir. Bunu məcazi mənadır. Yəni, mən bu 30 günü sənə hazırlayırdım ki, ancaq tam olaraq məni dada biləsən. Yenə ağzımın dadını dəyişdim. Yenə qarışdırdın. Ona görə bu ki, fəətməmnaha bi'əşr. Deyir, 10 gündə get, 10 gündə belə halda gözlə. 30 gündə həll eləyəcəkdi. 10 gündə belə halda gözlə. 10 gündə belə halda gözlə və 10 gündən sonra 40 gün olur. 40 günə gəl danışmağa. Alimlər, ariflər bu 40 günü Musa Peyğəmbərin o zilhiccədə başlayır, onu çilə saxlayırlar. Sonra 10 günün namazı var. Deməli, 30 gün, bu 10 gündən qabaq, zilhiccənin 10 günü yoxdur. O zilhiccədən qabaq, bir ay qabaq başlayırlar çilə saxlamağa. Ariflər deyirlər ki, ən yaxşı çilə saxlamaq üçün gözəl günlər bu günlərdir. Başlayırlar çilə saxlamağa, gəlirlər bu 10 günün namazı da var onun. Elə dediyim ayə oxunur namazına. Gəlirlər bu 10 gündən tamamlayırlar. Deyir, kim çilə saxlamaq istəyirsə, bu nəfsin çətinliklərindən, vəsvəsələrdən azad olmaq istəyirsə, bu 40 günü saxlasın. İşim onda yox. Deməli, məsələ budur ki, əgər Allah Musa Peyğəmbərlə bu yolla Musa Peyğəmbər Kəlimullah məqamına çatdırıbsa, mübarək Ramazan ayının vasitəsilə bizi öz doğma məqamına çatdırmaq istəyir. Ən yaxın, belə deyil, məsafəyə tərəf ucalmaq istəyir. Allahın istəyi budur. Allaha nə oruç tutmağın maraqlıdır, nə az qalmağın maraqlıdır, nə suz qalmağın maraqlıdır. Allaha bunlar maraqlı deyil. Maraqlı budur ki, sən ki 11 ay ərzində onunla birgə ola bilməmsən və çox az saatlar, az dəqiqələr ayırmısan, indi özü dəqiqələr ayırıb sənə, özü saatlar ayırıb sənə və gündəlik istəyir ki, sən hər şeydə onu nəzərə alsan, bütün halın Allahla uyğun olsun, bütün vəziyyətin, bütün halda. Orucluq da belə bir vəziyyətdir ki, an-ban, sən nə çörək yeyirsən, nə su içirsən, filan əməldən özünü qorumalısan, boğazda toz getməsin, filan şey olmasın, bunlardan hamısını özünü qoruyursan, Allah hacca gedənlər bilirlər, Allah hamımıza qismət eləsin. Ehram halı var bir dənə, ehram halı. O ehram halından gözəl hal yoxdur dünyada.
ki, ehram bağlayırsan, hac əməlini yerinə yetirəndə ehram bağlayırsan, orada çox halallar sənə qadağan olunur da, ehram haram olunur sənə, qadağan olunur sənə. Orada bir gözəl hal var o ehramın içində. Sonra o qədər diqqət edirsən özünə, məcbursan axı. Çünki bu əməli yerinə yetirmək üçün diqqət eləməsən, kəfara gəlir boynuna. Onun içində bir gözəl hal var. Bir şirin hal var. İmam Sadiq əleyhissalam ona görə misallar o ehramı bağlayanda ləbbeyk Allahümmə ləbbeyk deyəndə deyirlər İmam Sadiq hönkür-hönkür ağlayırdı. Deyirlər İmam Sadiqə niyə ağlayırsan? Deyir ki, qorxuram ki, o cavab versə mənə, Allah cavab versə mənə, necə danışaram ona? İmam Sadiq əleyhissalam buyurdu. O halın bir dənə şirinliyi var ki, baxıb görürsən ki, sən nə qədər özünə riayət eləməkdə, özünə diqqət ayırmaqda güclü bir varlıqsan, ehram halı onu başa salır adama. Nə qədər güclü bir varlıqsan. Və həm də burada nə gözəlliyi var, burada əsl bəndəsilik var da, Allah səni hara göndərir gedirsən. Bir gün sənə deyir, get Ərəfə çölündə yat. Bir gün sənə deyir, get Müzdəlifədə yat. Bir gün səni göndərir, özü də hamısını da özün eləməlisən. Əgər hər hansı bir cismində problem yoxdursa, bir gün sənə deyir, get o daşları yığ. Daşlar belə olmalıdır. Bir get bunu mənəm şeytana at. 3 gün get cəmarata, şeytana daş at. Bir şey belə göndərir səni, ehramın içindəsən. Üstü bağlı maşına otura bilməzsən ehramda. Ondan sonra Ərəfə çölündə sən hər hansı bir həşəratı öldürəməzsən. Sən hamısına, Allah elə ki, orada hamıya hörmət eləməli olursan. Artıq kəlmə danışsan kəfara gəlir. Misal olaraq deyirəm də. Hamıya hörmət eləməyə vacib olaraq məcbur edir səni. Fikir verin, ömürdə də bir dəfədir. Hac ömürdə bir dəfədir. Bir dəfə vacibdir də insana. Niyə görə belədir? Heç olmasa bir dəfə o halı yaşa, sonra görək sən deyən məntiq düzdür, ya mən deyən məntiq düzdür. Heç olmasa bir dəfə ömürdə onu yaşa. Mən istəyirəm onu bir dəfə yaşayasan. Ona görə Allah götürür, gəlir bizim üçün mübarək Ramazan ayını da, heç olmasa ildə bir dəfə yaşadım da onu. İldə bir dəfə yaşadım onu. Bunu datsın, başa düşsün ki, mən kiməm də. Nə qədər hər biriniz şahidsiniz ki, yəni bilirsiniz ki, nə qədər Ramazan ayının ağır da olur, işlə bağlı ümumiyyətlə çətinləşir də həyat tərzi nisbətən. Amma çətinliyi ilə bağlı bir rahatlığı var. Nə qədər çətin olsa da fikirləşirsən, düzdür, mübarək Ramazan ayı çıxandan sonra artıq azadlıq başladı, insan yenə əvvəlki həyatına, yəni elə halallar da davam eləyəcək. Amma düzdür, gücün çatmır, sən daima Allahdan oruç tutmaq istəyirsən. Amma içində Allaha bir səs gəlir içindən ki, düz eləmişdin, əla hal idi bu. Kaş bu hal pozulmayaydı. Ona görə də Allah götürür gəlir mübarək Ramazan ayının vasitəsilə. İndi bu məsələlərə baş qatmaq lazım deyil çox. Belə deyək, görəsən, biraz aram olmaq lazımdır. Ayı aram qarşılamaq lazımdır. Şükür Allah ki, həm görüşdük, çox az bir məsafə qalıb mübarək Ramazan ayına, olduqca az bir məsafə qalıb. Ayı ürəkdən gözləmək lazımdır. Qəlblə gözləmək lazımdır. Bu mübarək Ramazan ayının gəlişini. Səhv eləmirəmsə, adını deməyim, Arifin səhv eləyərəm, yadımda qalan odur. Bütün insanlar mübarək Ramazan ayını axtarırlar ki, görəsən, adətən insanlar ayı gözləyirlər də, bilirsiniz də bunu, Ramazan ayının çıxmasıyla, ümumiyyətlə hər hansı bir hicri qəmər ayları ayının çıxmasıyla bilinir. Hamı ayı axtarırlar, gəlib görür tələbələri ki, bu əyləşib, keyfdədir, bunun bir halı var ki, heç bu ayı da axtarmır. Deyirlər ona ki, necə, bütün alimlər çıxıblar, hamısı ay axtarırlar, ay üçün baxırlar. Deyir ki, Ramazan ayı o qədər mərhəmətli aydır ki, çox nahaq yerə, hiss duymurlar onu, ona görə düşüb axtarırlar. Deyir, mən Ramazan ayını necə hiss edirəm? Qışda deyir, bir isti otaqda oturursan, sonra bəzən qapı açılır, o soyuq evə daxil olur, sərinliyi daxil olur. Onu adam necə hiss eləyər istinin içində? Deyir, mən bu isti dünya, sanki bu qarışıq vəziyyətin içində Ramazan ayını o cür hiss edirəm. Ehtiyac yoxdur onu axtarmağa. Hələ gəlməyib, gəlsəydi mən bilərdim. Yəni, bu cür insanın halı var mübarək Ramazan ayına. Çox bərəkətlidir. Məlumdur, bu danışmaqla da olmur, kifayət eləmir. Amma insan Ramazan ayından bir gün qabaq və bu günlər xüsusi olaraq bu günlər tövsiyə edirlər. Mən mərhum ustadın da belə deyək, çıxışında görmüşəm.
ki, Şəban ayının son günündə bir dua var, axtarıb tapın, oxuyun onu. Həm də, yəni, bilirsiniz də, xüsusi bir səmimiyyətlə oxumaq lazımdır bunlara hamısını. Təkcə dua cümlələri deyil. İlahi, nə günahımız qalıbsa, bu Şəban ayının axirinə qədər, nə günahımız bağışlanmayıbsa, bizi bağışla ki, Ramazan ayına pak daxil olaq. Ramazan ayını duyanların halına baxın. İstəyirəm deyim də, qoy, yad eləyək. Allah mərhum ustadı rəhmət eləsin. Mənim üçün səmimi deyirəm də, kim indi eşidəcək, başa düşəcək, kim eşidəcək, başa düşməyəcək, ya kim qəbul eləyəcək, eləməyəcək, belədir də, yəni, məziyyət belədir. Amma səmimi etiraf edeyim ki, onun bir halı vardı mənim üçün ki, elə bilim ki, Ramazan ayıdır bu. Elə bir Allahın Ramazan ayıdır. Niyə görə? Adam çox böyük adamları həmişə başa düşmür. Addımların başa düşmür, rəftarın başa düşmür. Amma hardan duyursan onu, hardan bilirsən ki, bu düzdür, onun bir halı olur ki, Allah övliyası olurdu, onun bir halı olur ki, o halı duyursan ondan, qəlbin sənə deyir, ağlın başa düşmür, qəlbin deyir ki, bu adam səhv eləyə bilməz. Bu adamdır. Çünki qəlbimi ötürür. Mən bir cavanla rastlaşmışdım, namaz qılan falan döyürdü. Dedim, mən namaz qılan döyürəm, amma gücüm də çatmır, körlamışam həyatımı. Amma Behçət ağanın varlığı, ki o nə qədər var idi, onda da Behçət ağa tezə dünyasını dəyişmiş. O, onun dilindən danışır. Bu da taksi şoförü idi, maşın sürürdü. Dedi ki, onun varlığı mənə elə bir təsir qoymuşdu ki, o var idi, elə bildim ki, Allah mənə bağışlayır onun varlığına görə. Qəribə bir. Deyir, onun varlığına görə elə bildim ki, Allah mənə bağışlayır. Çünki bunlar belə adamdılar. Bunlar ona görə insanlara fayda verə bilirlər ki, bəzən başa düşmürsən, çox elmi danışır, vəziyyətə uyğun danışırsan, anlaya bilmirsən, xəbərdar deyilsən, məlumat bazen məhdud. Amma hardan bilirsən, ürəklə deyirsən ki, bu adam düz adam olar da. Bu adam səhv eləyə bilməz. Bu adam səhv eləyəmir. Bunlar hardan alırlar bu kimi gözəl halı? Mübarək Ramazan ayından. Hər birimiz şahidsiniz ki, Ramazan ayı mərhum ustad üçün necə bir ayıdır. Necə qarşılayırdı, necə yola salırdı. İmam Səccad əleyhissalamın Ramazan ayı ilə vidalaşmasını elə səsləndirirdi ki, mən oxuyuram, fikirləşirəm ki, nə qədər gözəl cümlə qurmağı bacarsam da, oturub adam qurar da gözəl cümləni. Amma İmam Səccad əleyhissalamın Ramazan ayını yola salmaq halı var ki, bu kişidə var idi. O hal, onu bacara bilməzsən. Görəksən Ramazan ayının o rəhmətini duyasan, otursun ürəkvə, sənin ruhuva, o bəzən yağış yağara, çiskin deyirlərdi ona. O bir var dənədən yağır. O hər yeri eyni vaxtda islada bilmir. Bir də var çiskin. Çiskin belədir ki, insanın bütün vücudunu eyni vaxtda islada bilir. Yəni, tam bütün hər yeri əhatə eləyə bilir. Mübarək Ramazan ayı elədir. Ramazan ayından qeyri vaxt əməllər insanın haradasa başlayırsan, görürsən bir ibadət əməli eləyirsən, bu sənin paxıllıq hissi və biraz kömək elədi, inkişaf elədin, müəyyən olar. Mübarək Ramazan ayı o sanki o çiskin kimidir. İnsanın bütün ruhunun hər şöbəsinə otura bilir. Hər şöbəsinə oturur və eyni zamanda o ki, eşitmişik mübarək Ramazan ayında, elə mən bu yolla da daha yekunlaşdırdım, keçmədim mövzuya. Eyni zamanda həm də eşitmişik ki, şeytan zəncirlənir. Bu məcazi mənada, həqiqi mənada deyil. Bu bunun üçün deyil ki, biz bir şəkil paylaşaq, şeytan zəncir bağlayıblar, əlində də oxla dayanıb ki, gözləyir. Bu belə deyil, bu məcazi mənadadır. Şeytan zəncirlənir, yəni nə? Şeytan nə vaxt insana günah qapısına apara bilir? Ona görə halı xarabdır. Ramazan ayı gəlib, insanı bir hala aparıb, insanı bir vəziyyətə qaldırıb ki, şeytan baxır. Deyir, bunu o qədər bəsləyən var ki, o qədər baxan var ki buna, bu dəqiq o qədər rəhmətin içindədir ki, inanmıram mənim təqdim etdiyim ləzzəti allansın bu. Elə ləzzət verib bu dəqiqə buna Allaha ki, inanmıram bu dəqiqə. Ona görə şeytan zəncirlərə nə deyir, mən bu ayda işləməyəcəm. Bu ayda işləyə bilmərəm. Elə bir mərhəmət göstərib ona. Bu mərhəmətə heç vaxt mərhəmətin qarşılığında aldanıb gəlməz.
Heç bir ləzzətlə bunun başını qatıb götürə bilmərəm. Çünki ona görə bu hədis deyir, Peyğəmbər buyurur ki, mübarək Ramazan ayında şeytan zəncirlənir. Və eyni zamanda yazırlar ki, şeytanın fəryad etdiyi aydır Ramazan ayı. Fəryad eləyir. Yəni, Ramazan ayı gəlir, nə bilim, vallahi Allah nə boyda mərhəmət göstərib bizə. Adam bu mərhəmətin cavabını necə verə bilər? Nə ilə ödəyə bilər? Ümumiyyətlə, heç nə. Bu mərhəmətin bir cavabı var. Sağlam yaşayasan ki, Allahın sənin üçün çəkdiyi zəhmətlər heç gedməz. Bir dənə cavabı var. Başqa bir cavabı yoxdur. Başqa heç bir əməl çatmaz buna. Necə əməl çatdırasan buna? Deyir, fəryad edir mübarək Ramazan ayında şeytan. Ona görə fəryad edir ki, çatdılar. Yəni, şeytan bu ümiddədir ki, şeytan bunu fikirləşir ki, bəs salam, bunlar hamısı mənim əlimdən çıxdı. Bütün planlar pozuldu. Bütün planlar. Hiss eləmişsiniz, mübarək Ramazan ayından sonra insan hər hansı bir günahı eləyibsə də Ramazan ayından qabaq, indi biraz başı qarışsa da, yenə geri keçmiş bir həyata dönsə də, amma o günahı rahat-rahat eləyə bilmir. Çünki artıq qəlb ki, Allahın rəhmətini dadıb, qəlbin ağız dadı dəyişib. Ağız dadı dəyişdiyinə görə artıq yad gəlir ona. İndi əgər çox az diqqət lazımdır ki, insan Ramazan ayının halında qala bilsin. Allaha şükür ki, bu ay bizə doğru gəlir, bu ayın astanasındayıq. Allah bu ayın mərhəmətini bizə çox görməsin. Allah bu ayın və həm də bu ayda Həzrət Əli əleyhissalamın şəhadəti var, bu ayda Qədr gecələri var. Bu ayın Qədr gecəsi o qədər bərəkətlidir ki, bir gecəsi bir ömrə bərabərdir. Bir gecəsi. Yəni, bir ay yox, bir gecə. Bir gecə. İndi baxın, Qədr gecələri də gəlir, çox maraqlıdır, çox gözəldir. Qədr gecələri bu ayda həm də Quran nazil olur. İnna ənzənna fi leylətil qədr. Bu ayın içində. Çox maraqlıdır. Mən belə başa düşmüşəm. Bunu bir elmi bir şey kimi də qəbul etməyə bilərəm, amma mən başa düşdüyümü bölüşürəm sizinlə. Belə başa düşmüşəm ki, Allah bu Qədr gecələrinə qədər mərhəmətlə davranıb son dərəcə, daha həll eləyib də hər məsələni. Yəni, sənin üçün hər şey aşkar olmalı idi. İndi Qədr gecələri də qeyri-müəyyəndir də, 3 gecədən birindədir. Elə deyil, 3 gecədir Qədr gecəsi. Niyə 3 gecə? Əslində 3 gecə deyil də, bir gecədir. Çünki Qədr gecəsi bir gecədir. Sadəcə tam bilinmir deyə o gecə hansı gecədir, ona görə 3 gecə qeyd edirik. 3 gecədən biridir. 3 gecədən birindədir. İndi o 3 gecədən birində artıq bəndənin Allahla, belə deyək, danışmağa gücü var. Allaha yaxınlaşmağa gücü var. İndi o 3 gecədən birində bir an lazımdır. Bu bir an tapacaq o bir an. Gecənin də şamdan səhərə qədər deyir. O bir an lazımdır. O gecənin nə belə deyək, bir ömrə bərabərdir, nə bir ömrə bərabər olur, o bir an. Təsəvvür edirsiniz. Bir an bir ömrə bərabər. O gecə deyil ha bütün. Sadəcə o an o gecədə baş verə bilər. Bir dəfə deyəsən Allah həmin gecədəki misal olaraq ilə qutaraq da. Mən də günaha qutarıram. Sən də məndən küsməyi qutar. O bir gecədə həll eləyir, bir andır o. Bir an, o ürəyin sınan vaxtıdır. O ürəyin sınan vaxtı, o Musa Peyğəmbər Allaha buyurdu ki, İlahi, məndə 2 şey var, o səndə yoxdur. Çox qəşəng istəyir. Gör səmimiyyətə bax, gör gözəlliyə bax, Allahla danışığa bax. Münacət Şəbaniyyəni oxuyun. Ramazan ayına girişdə Allahla danışmaq üçün şərait yaradır İmam Səccad. Münacət Şəbaniyyəni oxuyun. Çox gözəldir. Musa Peyğəmbər ona görə buyurur Allaha ki, İlahi, dil tapıb da, çünki ürək var, onun görə dil açılır da. Buyurur ki, İlahi, məndə 2 şey var ki, o səndə yoxdur. Elə bilmə, hər şey səndədir. Danışığa bax. Allahla səmimi danışığa bax. Allah mütəala buyurur, bilir nə var Musa Peyğəmbərdə. Allah bilmir nə var Musa Peyğəmbərdə. Nə var o özü verib də ona. Allah bilir, sadəcə istəyir ki, danışsın. İstəyir danışsın. Deyir ki, yaxşıdan nə də o səndə 2 şey var ki, məndə yoxdur. Deyir ki, sənin ağlayan gözün yoxdur və də sınan qəlbin, məndə ikisi də var. Nə səndə sınan qəlb var ki, indi mənim qəlbim sındı, görüb bağışlayasan mən. Bunlar da məndə var. Ona görə Həzrət Əli əleyhissalam Komel duasının sonunda buyurur ki, deyir ki, rəhm elə o kəsə ki, onun ağlamaqdan başqa silahı yoxdur.
Kumel duasının sonundadır. Çox gözəldir. İnsan Allahla bu gecələrdə, bu günlərdə, mübarək Ramazan günlərində, gecələrində danışsın və ən əsası nə yaxşı düşdü yadıma. Mən çox mühüm bilirəm bu məsələni. Ramazan ayından öncə, Ramazan ayına girməmişdən hələ biz gedin ya bir yetim ürəyi sevindirin, ya bir şəhid anasının ürəyini sevindirin, bir gül buketi düzəldin, aparın, hədiyyə eləyin. Var ki, sədəqə verin, Qədr gecələrindən öncə də var sədəqə verin. Çox yaxşıdır. Ürək sevindirin, bir ürək şad eləyin, bir yetim ürəyi sevindirin. Bu mütləq lazımdır. Olduqca lazımdır. Ramazan ayına girişdə. Bəzi şeylər var ki, 100 günahı bir əməllə silmək olur. Günah bağışlansa günah deyil ha. Amma kim dua eləyib o mühümdür. İzah edirəm, Peyğəmbər cəmiyyəti günah eləyirlər, bəla gələ bilər, amma kim var bunların içində? O mühümdür ki, bəla gəlmir. Peyğəmbər bunların içində olduğu üçün bəla gəlmir ora. Mübarək Ramazan ayından öncə insan sədəqə çıxarsın, yetim ürəyi sevindir, ürəyin eləsin. Buna görə çıxartmasın ki, mənim sevinç günlərim gəlir. Mənim sevinən günlərim gəlir, şadlıq günlərim gəlir. Allah mənə bu vəziyyətimlə mərhəmət göstərib. Mən istəmirəm bu sevinç günlərimi tək başlayayım. İstəyirəm kimisə özümlə sevincə şərik eləyim gedim. İzah eləyə bilirəm. Bu çox önəmlidir. Bir də ki, boynumuzda kimin haqqı varsa və bir-birimizdən olur da həyatdır. Bir-birimizdən inciliyimiz varsa, bir-birimizdən qəlbimizdə narahatçılıq varsa, mütləq dərindən və hər kəslə mütləq halallaşmaq lazımdır, barışmaq lazımdır. Kim barışmağı bacarsa, bağışlanmağı da bacaracaq. Kim barışmağı bacarmasa, bağışlanmağı da bacarmayacaq. Allahdan istəyirəm ki, Allah lütfünü, mərhəmətini üzərimizdən əksik eləməsin. Allah mərhum ustadın bu xalq üçün çəkdiyi zəhmətə görə bu xalqın bütün günahkarlarını bağışlasın. Allaha and verəm Allahlığı xatirinə, Allah Həzrət Əlinin vilayətin anlamaqda bu ayda, bu aya xatir bizə kömək eləsin. Allah dünyadan köçənlərimizi, xüsusi olaraq şəhidlərimizi, ustadımızı qəriq rəhmət eləsin. Allah əməl etməkdə bu ayın xüsusi əməllərini həyata keçirməkdə Allah bizə qüvvət əta eləsin. Allahdan istəyirəm ki, Allah imamımızın zuhurunda təcil eləsin. İmamın zuhurunun gerçəkləşməsinə kömək eləyənlər Allah bu aya gələcək aya xatir Allah xüsusi kömək eləsin. Allah onların izzətlərini dünyada daha da artıq eləsin. Allaha and verirəm Allahlığı xatirinə. İmam Zaman əleyhissalamın zuhurunu görməmiş bizi bu dünyadan aparmasın. Allah bizi onun və onun dostlarının xidmətçilərindən qərar versin.